Toylarda bəli, ev turşuları təhlükə ümumiyyətlə bu yaradırmı? toylarda, bu şadlıq saraylarındakı bu zəhərlənmə olaylarından sonra turşu məsələsi də gündəmə gəldi. Bilirsiniz, ən çox zəhərlənməyə səbəb olan qida növlərindən biri də turşulardır. Özü də üzü yaya doğru, istilərə doğru gedir. Turşuları restoranlar hardan alır? Marketdən, bankalarda alırlar, yoxsa bazarlardan daha ucuz alırlar ev turşuları? Əslində, məsələn, əvvəllər kənd yerlərində, rayon yerlərində toylar olanda, restoranda olsa belə evdən aparırdılar. Həm turşunu, həm kompotları. Sonra o qadağan olundu, bilirsən. Amma onlar indi qadağan olundu. Yaxşı, bəs onlar hardan alır? Bu da maraqlıdır. Amma bazarlarda satılan turşulara etibar varmı? Cəmaət hardan alır, restoranlar hardan alır? Bu suallara cavab axtarmışıq, izləyək. Çox yerdə nəzarət eləmir. Evdə düzələnən turşular təhlükəlidir. Son zamanlar şadlıq saraylarında kütləvi zəhərlənmələrdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qərarı ilə ev şəraitində hazırlanmış turşuların toylarda verilməsinə qadağa qoyulub. Bəs hər gün yüzlərlə insanın bazardan aldığı bu turşular təhlükəli sayılmırsa, o zaman toy süfrələrində niyə təhlükə daşıyır? Hamısının netkədi, təzə mallardır. Məsələn, evdə hazırlayırlar, gətirib çıxardırlar biz kimi adamın yanına. Biz bilmirik, axı onun nə vaxt hazırlanıb, nə vaxt məsələn istehsal olunub. Əvvəl analiz eləyirik, sonra o malı qəbul eləyirik. Özümüz birinci prob eləyirik. Əgər onda turşuluq varsa, onu bazburat qaytarırıq geri. Bazarlarda açıq şəkildə satılan ev turşularına tələbat çoxdur. Satıcılar isə məhsulların keyfiyyətinə zəmanət verdiklərini deyirlər. Açıq turşudan qəti zəhərlənmə olunur. Hətta ona qulluq olunur, elə belə yetişmir o. Marketlərdəki olan produkt bizimkinlə birdirmi? Yox, biz təzə-təzə eləyirik. Köhnə olmur da bizdə. Bax, bunlar 3-4 günün kələmidir. Lakin bu sözlər sakinləri tam inandırmır. Bəziləri təhlükəni qəbul etsə də, bir çoxu ev turşularından imtina etmir. Əlbəttə, ilk növbədə onların hansı şəraitdə hazırlanmasından daha çox asılıdır. Mən daha çox ev şəraitində hazırlanıram. Evdə hazırlanan nəzarət yoxdur, öz üçün hazırlayır. Onu çox vaxtı mən görmüşəm, qaynadırlar turşunu qoyanda ki, onun içərisində olan kimyəvi qazlar çıxsın oradan. Evdə düzələnən turşular təhlükəlidir. Təmiz yuyulmayıbdır. Restoran sahibləri artıq bu riski qəbul etmirlər. Sertifikatlı və etiketli məhsullar həm hüquqi baxımından onları qoruyur, həm də qida təhlükəsizliyini təmin edir. Çünki zəhərlənmə halında birbaşa onlar məsuliyyət daşıyırlar. Sertifikatlı mallar sərf eləyir, yəni etiketli mallar. Niyə? Çünki biz də rahat oluruq. Sabah Allah göstərməsin. Bir zəhərlənmə olar, bir şey olar, harada toyduğumsuz falan yerdə. Ona görə yəni o təhlükəsizliyi baxımından bu sertifikatlı mallar bizə sərf eləyir. Biz ancaq etiketli sertifikatlı mallar alıb veririk. Mütəxəssislər də xəbərdarlıq edir. Ev şəraitində hazırlanan məhsullar gigiyenik qaydalara uyğun saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər. Ev şəraitində hazırlanan turşular çox vaxt onun gigiyenik qaydalara, çox bir insanlar gigiyenik qaydalarına riayət etmirlər. Onu düzgün bağlamırlar. Bir qədər ora hava keçdikdə anaerob şəraitində botulizm deyilən bir infeksiya inkişaf edir. Belə hallarda xəstələr mütləq xəstəxanaya müraciət olunmalıdır. Onlara zərdab vurulmalıdır. Onlara intoksikasiya əleyhinə müalicə aparılmalıdır. Evdə hazırlanan hər bir məhsul, o cümlədən turşular səmimi zəhmətin bəhrəsi olsa da, onların toy süfrələrinə gedən yolu bəzən görünməyən risklərlə dolu olur. Buna görə də seçim edərkən xüsusilə diqqətli olmaq vacibdir. Yəni, əslində ev turşuları deyirik. Valla, bugün sabah 40 yaşımı haqlayıram. Bu yaşıma qədər həmişə də evdə də anam gildə hazırlayıb, bütün qohum qardaşım da hazırlayıb. Onu bilənlər, tanıyanlar bilirlər. Nə bilim, qapağı köpürsə bilirlər ki, bunu yemək olmaz artıq. Nə bilim, ağzını açırlar, dadına baxırlar, dadı dəyişibsə daha yemək olmaz artıq. Bu işin içində olan adamlar, illərdir kəndlərdə yaşayanlar bunu bilirlər. Yəqin kimsə o ev turşusunu bazardan alır, bilmir, başı çıxmır, xarabdır, ya nədir, elə yeyir, ya da uşaq da bilməyib yeyir, elə olur. İndi ev turşularının da hamısı zəhərdir deyə bilmərik. Əlbəttə ki, hamı ev turşularla böyümüşük də. Hamı öz evində hazırlayıb da. Amma restoranları başa düşürəm. Amma şadlıq saraylarına başa düşürəm, onlar özünü qorumaq üçün, straxovka deyək də, Rusun söz olmasın, sığortalanmaq məqsədi ilə. Özü də onun belə çox qəribə bir şeyi də var. Sertifikatlı məhsul alırlar, sabah nəsə olanda kiminsə yapışa bilsin. Əlbəttə, nəyinə lazımdır, ona problem lazımdır.
Ümumiyyətlə o özünün də belə xüsusi, yəni əgər orada hansısa bir proseslər gedirsə, hava gedirsə, nə olursa, onun qapağı özü avtomatik açır da, bilirsən ki, bu xarabdır, özünü göstərir yəni. Sadəcə diqqətli olmaq lazımdır.